gecələr insan, qadınlar, qızlar yuxuda görürlər ki, məsələn, hansısa bir bəylə, bir kişi ilə bir yerdədirlər, məsələn, şeydədirlər. Elə bilirlər ki, bu yuxudur da. Amma ki, duranda, özlərinə baxanda görürlər ki, baldır hissədə və qol nahiyəsində göy ləkələr var. Mən bir psixolog kimi bilirəm ki, məktəbdə ki, uşaqlar ki var, yarısı demək olar ki, yarısı şeytanın balasıdır yəni. Hər vaxtınız xeyir olsun, hörmətli, dəyərli izləyicilərimiz. Bugünkü mövzumuz Türkiyənin məktəblərində ardı-ardı baş verən hadisələrlə bağlı olacaqdır. Bugünkü müsahibim həkim, parapsixoloq Paşa Yaqub olacaqdır. Odur ki, bizi izləməyə davam edin. Doktor, bu son zamanlarda Türkiyədə baş verən hadisələrlə, məktəblərdə baş verən qətllər, gənc, az yaşlı, yetkinlik yaşına çatmayan uşaqlar arasında baş verən bu hadisələrlə bağlı bir həkim terapevt kimi münasibətiniz necədir? İlk öncə mən o uşağın yayılmış saytlarda, internetdə yayılmış şəkillərinə diqqəti cəlb eləmək istəyirəm. Fikir versəz, o uşaq oğlan olsa da daha çox qıza oxşayır. Açıq-aşkar görünür ki, bu qız kimidir. Yəni sifət cizgilərindən də göründüyü kimi transgenderdir də. Yəni cinsin bilinməyən, məlum olmayan, yanlışlıq olan belə bir insandır. Hətta onun kompüterdə tapılan yazılarında da özünün yazıları olub, qeydlər olubdur. Orada da göstərir ki, həmin oğlan valideynlərim məni sevmirdilərdi və öldürmək istəyirdilər. Məni atası deyir ki, boğub öldürmək istəyir. Ya oğlan da nəsə o xəbərlərdə də mən rast gəldim ki, hətta o uşağı boğub öldürmək də istəyiblər. Bu da onun transgender olması ilə əlaqədardır. Yoxsa valideyn özü o övladını nə öldürsün ki? Görüblər ki, məsələn özün yaxşı aparmır, bu İslam'a uyğun deyil, etikaya uyğun deyil, bir müsəlman övladına uyğun deyil bunun hərəkətləri. O zaman o qarşısı vaxtında alınmayıbdır. O ata öz oğlunu aparıb bu atıcılıq, silahla davranmağı öyrədibdir ki, bəlkə oğlan kimi, özün bir oğlan kimi, bir kişi kimi özünü hiss eləyər. O da göründüyü kimi yəni heç bir nəticə ala bilmir. Düzgün yol seçməyib da. O variant yəni keçərli deyil ki, o atıcılığı öyrənməklə onun cinsi problemlər düzəlir. Elə adamlar, o transgenderlər həddindən artıq qəddar olurlar, acımasız olurlar xarakterdə də. İnsanlardan elə bir ki, təbiətdən, insanlardan qisas almaq istəyirlər də, yəni çox, hətta mənim belə pasiyentlərim çox olub, gətirirlər, valideyn deyir ki, bu öz valideyninə əziyyət verir, işgəncə verir, zülm eləyir də, valideynə zülm eləyir, açıq-aşkar zülm eləyir, sonra öz dostları ilə çox qəddardır, həddən artıq acımasız qəddar adamlardır. Sonra mən araşdıranda görürüm ki, bunun cinsel problemləri var, yəni transgenderdir, ona görə bu uşaqda bu qədər qəddarlıq var. Hətta mənim bir dənə elə bir qız gətirmişlər, amma özün kişi kimi hiss edirdi də o adam. O qız dedi ki, bir rayonların birindən gətirmişdi, tabii mən alt çəkmirəm. Dedi, bizim rayonda, dedi, bizim kənddə dedi, 20 nəfər mənim kimi adam var dedi. İnsanlar deyir, onları bilmirlər, tanımırlar. Normal adam kimi hesab edirlər də, bilmirlər ki, bunlar transgender. Amma deyir, biz bir-birimizi tanıyırıq və dostluq əlaqə qururuq, öz aramızda görüşürük falan. Da belə hallar yaşayırıq, deyir, onlardan biz. Doktor, maşallah, ürəyiniz bu hadisə ilə bağlı doludur. Biz bu haqda biraz ətrafı danışacaq təbii ki, biraz sonra. Amma ilk olaraq valideyn, ana bəhdində olan uşaq, valideynlər övladını dünyaya gətirməzdən əvvəl onlar necə bilə bilərlər ki, övladı gətirəcəyi dünyaya bu zaman uşaq sağlam olacaq və yaxud da ki, onu gələcəkdə transgender kimi bir övlad gözləyir.
Bu mümkündür. Bunu bilmək mümkündür. Hər bir insan biraz ağıl işləsə, nətər deyirlər. Mən çox uzun illər bu işlərin üstündə araşdırma aparmışam. O demək ki, o cür uşaqlar o hamiləlikdən doğulur ki, hamiləlik çox gərgin keçir. Birinci əsəb, güclü həddindən artıq ana əsəb olur. Səbəbsiz ağlamalar olur. Özün idarə eləyə bilmir, əsəblərini idarə eləyə bilmir, cilovlaya bilmir və onun analıq orqanlarında güclü ağrılar olur. Bu da, bütün bunlar da negativ enerjinin nəticəsində yaranır. Qız vaxtı və ya təzə gəlin olanda güclü enerjilər ötürürlər ona. Ola bilir ki, qəsdən də ötürə bilirlər və yaxud da təsadüfən toyda falan da, tədbirlərində, nişanda güclü gözdə bədnəzəri ola bilər. Ondan da o enerji yüklənə bilir qıza. Və ya da ki, indi bu saat çoxalıbdır, magiya ilə işləyənlər çoxalıbdır, falçılar, cadugərlər və onlara müraciət edənlərin də sayı çoxalıbdır. Həmin onlara müraciət olunmur, hansı qız üçün ki, onlara müraciət olunur, nələrsə olan işləyirlər üstündə. Onda negativ enerji yüklənir həmən qıza. O qıza başlayır baş ağrıları, menstruasiyanın pozulması, çiyin, kürək ağrıları və o gələcəkdə hamilə qalırsa, hamilə qalanda onun hamiləliyi çox gərgin keçir. Əsəbi, səbəbsiz ağlamalar, analıq orqanlarının güclü sancıları falanları. Onda həmən uşaq, həmən o cür hamiləlikdən doğulan uşaq ya transgender olur, ya autizmli olur, ya əqli ümumiyyətlə düzgün inkişaf eləmir. Beyin, həmən uşağın beyni düzgün inkişaf eləmir. Sistemlər düzgün işləmir. Hansısa bir sistem sıradan çıxır. Bəzisinin cinsel sistemi sıradan çıxır, bəzilərində əsəb sistemi, bəziləri danışa bilmir. Ümumiyyətlə bir əngəlli bir uşaq doğulur. Və transgender doğulanlar da o cümlədən də, yəni o cür hamiləlikdən doğulur. Ona görə də hamiləlikdən qabaq insan fikir baxmalıdır ki, səbəbsiz ağlamalar varmı, bir şeylər var və ilk növbədə o tək dərmanlarla o aradan qalxmır. Birinci növbədə o mənfi enerjilərdən təmizlənməlidir. Negativ enerji bədəndən təmizlənməlidir ki, o səbəbsiz ağlamasın. O əsəb olmasın, gərgin olmasın və o sada ağrılar onda yoxa çıxır həmən adamda. Bir neçə amil var burada, o transgender doğulmasına uşaqların çoxalıbdır, həddindən artıq çoxalıbdır. Onlara da tək nəsildən tək amil deyil, o da var. Mən bayaq dedim ki, qızların əsəbli olması, gərgin olması, o amil də var və bir amillərdən biri də cəmiyyətin mənəvi çöküşüdür. Həddindən artıq insanların günaha yuvarlanmasıdır, zinakarlığın artmasıdır. Yaş həddinin, evlilik yaş həddinin 18-ə çatdırılmasıdır. Başqa ölkələrdə, Avropa ölkələrində Avropa ölkələrində 16 yaşlandı. Mən indi deyim, ona necə təsir edir, onu deyəcəm. Amma bizdə 18 yaşlandı. Bu bir maneədir, evlənmə maneəsidir. İkinci, qohum evliliyi. Qıza deyirlər ki, sən xalan oğluna gedə bilməsən, əmin oğluna gedə bilməsən falan. Bu qız bəs kimə geçsin? Qız uzun müddət evdə qalır. İndi qulaq asın, burada bir sir var. İndi onu açım. Uzun müddət ailə qura bilmir. Və öz nətər deyirlər, ehtiraslar öz istəyən yerinə yetirmək üçün ya zinakar olmalıdır, kimlərsə gedib görüşməlidir, sevgili olmalıdır, eləməlidir ki, tələbatını ödəsin. Və yaxud da o yola getmirsə də ürəyində arzu yaranır, istək yaranır da. O istəkdə şər qüvvələr var. Bizim paralel aləmdə şər qüvvələr var. Onlar ona həmin qadına, qıza yaxınlaşırlar. Əgər o qızın nişanlısı yoxsa, ailə qura bilməyib, vaxtı keçir ailə qura bilməyib, amma istək var qəlbində. Və yaxud da birinin əri ölübdür, məsələn, ailə qurmalı, deyirlər gözlə, 1 il gözlə, 2 il gözlə, uşağın var, qura bilmərsən, falan eləməsən. Ya o da ya zinakarlığa gedir, günaha batır. Ya da tək qalanda ona cins şeytan deyəcəklər, cins şeytan yaxınlaşır və onun subutunu da deyəcəm ki, necə yaxınlaşır. Bunu çox insanlar görəcəklər ki, həqiqətən də onlara yaxın. İndi deyəcəm, onun subutunu da deyəcəm. Ya da ki, boşanır, qadın boşanır. Yenidən eləyə bilmir ki, ailə qurmağa çətinlik çəkir.
Çünki onun yaşda olanlar hamısı kişilər ailə qurublar. Bu gedir yaşlı o ailəli kişilərdən görüşür gedir, amma ki kəbin kəsdirə bilmir. Bunun qanunu Allahın buyurduğu şeydə qaydada eləyə bilmir. Eləyə bilməyən də günaha yüklənir. Günahla bərabər onlara negativ enerji yüklənir. O da o negativ enerji də loru dildə desə cin şeytandır da. Və çox indi bu saat çox qızlarda, qadınlarda o şey yaxınlaşır və gecələr qadınlar, qızlar yuxuda görürlər ki, məsələn hansısa bir bəylə, bir kişi ilə bir yerdədirlər, məsələn şeydədirlər. Elə bilirlər ki, bu yuxudur da. Amma ki duranda özlərinə baxanda görürlər ki, baldır hissədə və qol nahiyəsində göy ləkələr var. O göy fikirləşir ki, insan mən heç ara toxunmamışam, məni vuran olmayıb, məni yıxılmamışam məsələn, bu baldırımdakı göy ləkələr, qolumdakı burada hissələrdə göy ləkələr bu hardandır? Mən onu həm bir həkim, həm də bilici olaraq mən bilirəm ki, onlara gecələr həmin o cinlər yaxınlaşır. Cinlər, şeytanlar yaxınlaşır və bir qadın kimi ondan istifadə edirlər. Mənim pasiyentlərim çoxdur, hələ mən çox şeylər açıqlamıram. Elə 9-cu sinif uşağı qız gətiriblər bura. Deyir, mən cindən uşaq doğmuşam. Anası dəhşətə gəldi. Mən dedim ki, belədir, o boynunu aldı, həqiqətən də dedim mən də. Çünki mən baxanda bildirəm insana ki, onda nə var, kimlərlə əlaqəlidir, nə təri var, onun alt qatından, pərdə arxasında görə bilirəm də. Özü etiraf elədi, anasının gözü gördü oldu ki, sən 9-da oxursan, cindən uşaq doğmuşsan, dedi, hə, doğmuşam. Toyumu da elədilər, dedi. Yəni, belə şeylər var. Bax, o transgenderlər də cinlərdən doğulan uşaqlardır. Həmin onun qulaq ası, o sirratım hamı biləcək ki, doğulan uşaq necə olur, nətər olacaqdır. Qızlar ərə gedə bilmirlər, istək yaranı var, amma ailə qura bilmir. Görür ki, ləkələr var, qılçalarında göy ləkələr var. Onlar nə vaxt gələcəkdə ailə qursalar, uşaq da olacaq, ya autizmli olacaq o uşaq, ya transgender olacaq, nəsə bir əngəlli olacaq da bir qüsur olacaqdır. Çünki artıq ondan cinlər, şeytanlar istifadə eləyibdir. Bir dənə Qurandan istəyirsən subut gətirim sənə. Götürün 114-cü surənin 106-cı ayəsina baxın. Nə deyir 114-cü? 114-cü surə nədir? İnsanlardır. Bütün insanları, bəşəriyyəti orada rəmzidir 114. Həm Quran rəmzidir, həm də 114-cü surə bəşəriyyətin rəmzidir. Deyir ki, deyir mən 6-cı ayədə deyir ki, o şeytan ki deyir, həm cinlərdən olur, həm də insanlardan. Bax, bu nə deməkdir? Bunun sirrinə heç insan söyləyim mi? Varım mı? Bu nə deməkdir? Deyir, şeytandan sənə sığınıram. Pənah aparıram sübhün Rəbbinə, yaratdıqlarının şərindən, şeytanın şərindən. Sonra da ən axırda da deyir ki, 6-cı ayəsi, Quranın ən axırıncı ayəsidir. Deyir ki, o şeytan ki, həm cinlərdən olur, həm də insanlardan. Bax, o transgenderlər insanlardan olan şeytanlardır. Doğuluşunda da şeytanın şeyi var, təsiri olubdur. Doğuluşdan qabaq toxunur, anaya toxunur, ya qız vaxtı toxunur, ya sonradan toxunur, ya nəsə da toxunur, ləkəsi olur, nəmsə olur. Elə qızlarda güclü əsəb olur. Hansı qızda göy ləkələr var, baldır hissəsində, qol hissəsində, bədənində da. Elə bir ki, şeytanın möhürüdür. O möhürün vurur üzərində, cinlərin möhürüdür. Vurur üzərinə, həmişə çox vaxtı üstündə göy ləkə qalır onun. Mən ondan tanıyıram olar ki, bu kimlə tanıyır. Bunun gələcəyi nə olacaqdır? Bundan doğulan uşaq nə olacaqdır? Ondan doğulan uşaq şeytanın uşağı olur. Bax, Quranın 114-cü surənin 6-cı ayəsində onu deyir. Deyir, həm cinlərdən olur, deyir o şeytan, həm də insanlardan olur. Bu saat insanların çox hissəsi elədir. Bunu qəsdə, bax bu vaxt dediyimiz ki, yaş həddini artırırlar. 13-14 yaşdan sonra insanda istək yaranır, məhəbbət yaranır, istəyir ki, ailə qursun, eləsin. Heç olmasa 14 yaşında icazə verilməsə, ən azından 16 yaşında icazə verilməli, çox adam ailə qursun. Qurmayan da vermədən nətər olur. Cin şeytan yaxınlaşır, gecələr ondan istifadə edir. İstifadə edir və öz möhürün qoyur, çıxır gedir. O ağırlıq qalır onsunda, həm əsəb olur, paslayan əsəb olur, xəstə olur, həm də şeytandan da uşaq doğur. Siz 16 yaşlı bir uşağın
ailə qurmasına etiraz etmirsiniz? Yox, elə olmalıdır. Çünki bütün Avropada da 16 yaşında qururlar. Nə oldu? 16 yaşında uşaqlar hamısı parkda, orada, burada kef eləyirlər, əylənirlər. Bütün şeylər, istəklər varsa hamısını yerinə yetirirlər. Hadisəni törədən uşağın 14 yaşı var cəmi. Doğru, bilsən, yox, söhbət ondan getmir. Mən demirəm ki, o uşaq ailə qursun. O uşaq ailə də qura da bilməz, onun heç inisiyyatı yoxdur. Onun anası gərək 16 yaşda qursaydı ailəni. Və heç ona cin şeytan, ailəsi olan adama, kəbinində olan adama cin şeytan yaxınlaşmır. Yadında saxla. O adamlar, o qadınlara yaxınlaşırlar ki, onlar. Onun kəbini yoxdur, yoxdur. Bir də ki, deyir ki, xalan qızıdır, xala oğludur, qohumdur. Bu evlilikləri qadağan eləyəndə də qızlar ailə qura bilmirlər. Buna getmə, ona getmə. Bəs bu kimə getsin bu qız? Bu kənar adamlar bunu qızı tanımır. Qızı tanıyan əmisi oğludur, dayısı oğludur, xalası məsələsində qohum məğrəbədir. Tanıyanlar da bunlar ailə ala bilərlər də. Bu normal ailə qura bilər. Doktor, ümumiyyətlə neqativliyi özümüzdən uzaqlaşdırmaq üçün nəyə diqqət etmək lazımdır? Birinci növbədə insan günahlardan təmizlənməlidir. Öz indiyə qədər etdiyi günahları üstündən atmalıdır. Atmaq üçün də tövbə eləməlidir. Deyir ki, indiyə qədər nə günah eləmişəm? Tövbə deyir və bütün günahlar ondan atılır və yüngülləşir. Birinci yolu budur. İkinci, cadugərlərdən, falçılardan, magiyadan, mediumdan, belə bir şeylərdən uzaq olmalıdır. Mənfi enerji ilə işləyən adamlardan uzaq olmalıdır. Onlar da şeydir. Bir də mənəvi cəhətdən özünü zənginləşdirməlidir. İnsan nə qədər mənəvi cəhətdən zəngin olsa, nə qədər çox savab qazansa, o insana yüngüllük gətirir, savablar, müsbət enerji gətirir. Onda əgər bununla insan görsə ki, bunlarla xilas ola bilmir, tam təmizlənə bilmir, onda biz ona kömək elə insanlar gəlirlər. Məsələn, hamiləlik dövründə gələnlər olur, hamiləlikdən qabaq gələnlər olur. Biz insanları təmizləyirik mənfi enerjilərdən. O təmizlənəndən sonra artıq ondan insan kimi uşaq doğulur da, yəni normal uşaq doğulur da, transgender doğulmur və ya autizmli uşaq doğulmur. Belə bu şeylərdə biz insanlara kömək eləyə bilirik. Vaxtı çatıbsa insan evlənməlidir, ailə qurma. Əgər istəyi varsa, buna qabildirsə, ağlı başı yerindədirsə, fiziki cəhətdən normaldırsa, o insana imkan vermək lazımdır ki, ailə qursun. Və ya boşanıbdırsa o qadında, onu tək qoymaq düzgün deyil. O 3 ayda boşanmış, Allahın qanunlarına, Qurana, bax burada Quranda nə yazılıbsa ona əməl eləmək lazımdır. Allah Teala buyurur ki, insan boşandısa 3 aydan sonra kömək eləyin, ərə getsin o. Ailə qursun. Çünki qurmayanda həmin şeytan yaxınlaşır, ona deyir, həm özü zinaya gedir, günaha batır, həm şeytan yaxınlaşır, mənfi enerjiyə yüklənir və gələcəkdə ailə quranda da o elə transgender uşaqlar dünyaya gətirir, şeytan balası dünyaya gətirir da, yəni insan balası gətirib dünyaya gətirə bilmir. Ona görə də lazım ki, kömək eləyib ailə qursun. Gedirlər, məsələn, çox adam boşanıb da gedir, başqa evli kişilərlə eləyir da, gəzir. Bu günahda sevgili olur, eləyir. Bəzən mənim pasiyentlərim, psixologu hər şey danışırlar da, həyatımda olan şeylər danışır, görsən. Deyirəm ki, elə onunla sən həmən o sevgilinlə ailə qurur da, kəbin kəsdir, normal ailən olsun, görüşlə, heç olmasa deyir ki, yox, onun ailəsi var. Olmaz, o ailəsi var. Deyirəm, mən nətər olur ki, ailəsi olan adamla sən görüşə bilirsən, bir yerdə yaşaya bilirsən, amma kəbin kəsdirəndə deyirsən ki, yox, eləyə bilmirəm, olmaz, ailəsi var. Onda heç görüşmə də. Bu tələbat deyə, bu görüş, mən demirəm ki, görüş. Amma ki, Allahın buyurduğunu da bir yerinə yetirmək lazımdır. Allah Teala deyir ki, bu formada görüşün da. Elə kim harada gəldi, görüşmək olmaz. Bax, onda, bax, indi kim harada gəldi, görüşü çox adam belədir. Yarıdan çox əhalini harada gəldi görüşürlər, deyirlər. Bir kətdə bayaq dedim ki, bir kətdə 20 nəfər transgender var. Bax, ona görə yaranır. İndi onlar hamısı əlini avtomat alıb girib məktəblərdə, şeylərdə başlayır, qıranda qalırsan belə. Əgər istəmirsinizsə ki, o transgenderlər avtomatla məktəblərdə uşaqları qırsınlar, onda düzgün yaşamaq lazımdır. Allahın buyurduqlarına əməl eləmək lazımdır. Görüşmək istəyirsən, kimlə xoşun gəlir, deyirsən, bir kəbin kəsir, 4 nəfər də onu bilsiniz. Ən azından bir 4 adama da bir şahid gətir ki, mən bunlarla ər-arvadam, bu kişi ilə mən ər-arvadam, onda o düz olur. Sonra
birinin yoldaşı rəhmətə gedir, məsələn, dul qalır, elə. Onlara şərait, onların da gözləmə müddəti Allah Teala Qur'an edilsin 4 aydır. 4 ay gözləyəndən sonra istəyir o başqa bir qəzada ölsünlərsə, o da ailə qurmaq, ona da kömək eləmək lazımdır, ailə qursun, tək qalmasın. Tək qalanda cin şeytan yaxınlaşacaq və elə pis hallar baş verəcək. Gələcəkdə o pis hallar baş verir onun. Hətta həm xəstəlik yaradır onda, xərçəkdir, sağalmaz xəstəliklər də hamısı elə şeylərdən yaranır. Günahlardan yaranır. Kişinin tələbatı olduğu kimi qanunun da tələbatı var. Bu da ailə qurmalıdır. Nə olsun ki, ölübdür. Güya o arvad ölsəydi, kişi ailə qurmayacaqdı, quracaqdı. Kişi də ölüb. 4 aydan sonra o ölən adamın ruhu narahat olmur ondan. Əgər 4 aydan qabaq gedib kimləsə görüşsə və şeyləsə, ruh narahat olur. Yəni hələ vaxtı gözləmə vaxtı bitməmiş gedib kimləsə görüşdü. Vaxt ərə getdi. Amma vaxtı tamamdırsa 4 aydan. Çünki ruhlar haq dünyadadır. Onlar hər şeyi bilirlər ki, Allah Teala belə buyurub, Allahın qanunlarına əməl eləmək lazımdır. 4 ay keçdibsə o ailəsini qurmalıdır, yaşamalıdır ki, narahat olmasın. Yəni cin şeytan onu narahat eləməsin. Bax o şeydə Quranın 114-cü surəsinin 6-cı ayəsini hamınız bir-bir oxuyun və diqqətlə fikir verin ki, orada nə deyir. Deyir, həm şeytan deyir, insandan da olur, şeytandan da olur, insandan da olur. Yəni həmin o insandan olan şeytanlar bax onlardır. Autizmli uşaqlardır, əsəbi uşaqlardır, əngəlli uşaqlardır, transgender insanlardır ki, əziyyət verirlər, cəmiyyətə əziyyət verirlər, cəmiyyəti incidirlər, bütün ətrafındakı incidirlər və təhlükə törədirlər. Transgenderlər və digər o cinsi pozğunluğu olan adamlar cəmiyyət üçün onlar təhlükədir, çox qəddardırlar, ağlasığmaz işgəncələr verə bilirlər cəmiyyətə, insanlara. Onların dünyaya gəlməməsi üçün o cür adamların ancaq birinci yolu Allahın qoyduğu nizama əməl eləmək, Qurana əməl eləmək, o yaşam tərzi, insanın yaşamış qaydası, yaşam tərzi o tərzdə olmalıdır. Onda o uşaqlar doğulmurlar. Vətəndaşlarımız var ki, baxıcıya, falçıya və ekstrasenslərə təbii ki, müraciət eləyirlər hər hansı bir problemləri ilə bağlı. Amma nəticə olaraq nəticə görmürlər. Amma iş orasındadır ki, buna baxmayaraq nəticəsi olmaya, onlar yenidən müraciət edirlər. Səbəb nə ola bilər ki, bir baxıcı, ekstrasens, onun qəbuluna gələn bir pasiyenti özünə necə cəlb edə bilir, hansı şərtlər altında mı deyim, necə bir təsir edir ki, bir dəfə müraciət edən vətəndaş növbəti dəfə ona təkrar müraciət etmək qərarına gəlir. Bu, cəmiyyətin o sahədə savadsız olması ilə əlaqədardır. Maarifləndirilməyibdir cəmiyyət ki, bu ekstrasens, bu mediumdur, falsıdır, cadugardır, bunların mahiyyətini bilmir. Elə bilir ki, insanlar, da o adam elə bunun keçmişindən bildirsə, xəbər verdirsə ki, filan vaxtı filan kəslə bir yerdə görüşmüsən, filan kəs gəldi, getdi, belə şeylər deyirlər. O ona inanır, elə bilir ki, o Allahdan verilibdir ona. Əslində o Allah vergisi deyil, şeytani vergidir. Çünki Quranda da Allah Teala buyurur ki, şeytan sizi sizin görmədiyiniz yerlərdən görürlər. O cadugərlər də şeytanla əlaqəlidirlər. Şeytandan informasiya alırlar. Pasiyent yanlarına gələndə şeytan onlara xəbər verir, deyir ki, məsələn, bu adam filan vaxtı filan kəslə görüşüb, belə yerdə olub, filan kəs gəlib bunlara, belə eləyib, filan eləyib, belə məlumat verir və inanır. Onda pasiyent ona inanır. Elə bilir ki, bu Allahdır, buna deyən Allahdır. Əslində Allah deyir, şeytandır. Şimdi bir nəfər mən tanış adamdır, Rusiyadan mənə zəng edib ki, bəs TikTokda bir cadugar gördüm, adını da deyir, mən də ad səhməyəcəm daha. Bir cadugar gördüm. Dedi ki, o qızların baxdığını açır, filan eləyir, bəhmən eləyir. Mən də ona pul verdim, böyük bir məbləğdə pul verdim ki, mənim qızımın bəxtini aşsın. O da heç də aşmadı da, məni də blokladı tamamilə. Şeylədir. Deyir, mənə kömək elə bilərsən, onu alım, sən tanı. Dedim ki, birinci, mən də təsadüfən o adamın videosu mənim də qabağıma çıxmışdı, həmin o cadugarın, TikTokdakı cadugarın da. O deyirdi ki, mənim ətrafımda cinlər var, şeytanlar var, istədiyim ailəni dağıdıram, kimin istəyirsiniz ailəsini dağıdım, mənə deyin, zakaz ver ki, filan kəsin ailəsini dağıt, mən onu dağıda bilirəm, filan eləyə bilirəm. Daha hər şey cin, şeytan var ətrafımda, mən onlarla işləyirəm.
Mən o qadından soruşdum ki, sən videoda o sözləri eşitdin? Dedi, hə, eşitdim ki, o deyir ki, həmin o cadugar deyir ki, mən istəyirəm adamın evini dağıdarım, yanımda cin şeytan var filan vəsmə. Dedim, bax, indiyə kimi sənin atan, anan, baban, dədən, ulu baban şeytandan xeyir görüblər? Dedi ki, yox. Dedim, şeytandan ümumiyyətlə xeyir görmək mümkündür. Dedi, bax, o da şeytanı təmsil edir. Sən ora niyə gedirsən ki, sənin də pulu alır, elə az eləyibdir. Gərək lap çox alaydı, ağlı başına gəlir. İnsanın başı daşa dəyməsə, oyanmır. Gərək daşa dəyə, ondan sonra oyanar. Doktor, digər həmkarlar... Onlar, üzr istəyirəm, həmin o adamlar şey verirlər, düyün zat verirlər, nələrsə eləyib verirlər adama. O gələn kimi, evdə əgər qız var, qız uşağı varsa, onun menstruasiyası pozulur. Həmən qıza çox, bakirə qıza o şeylər çox pis təsir edir. Həmin o cadugərlərin verdiyi düyünlər filanlar da müəyyən şeylər verirlər. Əşyalar. O sancı yaranır. Orada evdə olan bakirə qızın qarnında sancılar yaranır, analıq orqanlarında. Menstruasiyası pozulur, pis bir hallar baş verir. Əgər orada hamilə qadın varsa, hamilə varsa həmən evdə, hamilənin də vəziyyəti pisləşir. Özün pis eləyir, əsəbi hiss eləyir, narahat olur da. Onun bətnindəki uşağa təsir eləyir onun verdiyi şeylər də. Elə bu xəstə doğulan uşaqların səbəblərindən biri də odur. Bir səbəb də odur ki, çox şeylərə insanlar çox müraciət edirlər falçılara, cadugərlərə, hər TikTokda gördü, nə bilim YouTube'da gördü, orada harda gördüsə onlar danışırlar. Görüb onlara müraciət edirlər. Bilmirlər ki, o şeytandandır, yoxsa Allahdandır, nədir? Bunu bilmədikləri halda gedib ona müraciət edirlər. Savadsızdırlar. İnsan bütün işlər hamısı Qurana söykənməlidir. Qabiliyyəti olan adamlar Qurandan danışırsa, dediyin Quranla sübut edirsə, mən görsəm bir vaxt dedim ki, 114-cü suranın 6-cı ayəsində, mənim dediyim orada yazılıbdır. Mənim dediyim göyləkə istənilən ana öz qızında onu görə bilər. Səhər-səhər dursun, qızın durğuzsun, baxsın qılçasına və yaxud da boşanıbdırsa, duldusa, onun qılçasına bax, göyləkə olacaqdır. Həmən deməli gecə bundan istifadə edibdir cinlər, şeytanlar. Bu subut, yəni buna ayrı bir şey lazımdır da, gözlə görülən bir şeydir. İndi qadınların çoxsunda o ləkə olur. Bəlkə də yarıya qədərində həmən ləkə, hansı əri yoxdur. Onlarda həmən ləkələr olur. Bu da o cinin, şeytanın ondan istifadə eləməsi deməkdir. O adamın xəstə, həmən qızın gələcəkdə xərçəng olması deməkdir. Həmən qızın gələcəkdə transgender doğması deməkdir. Həmən qızın gələcəkdə autizmli, nə bilim, əngəlli uşaq doğması deməkdir, yəni bu. Bunlar hamısı ona görə deyirəm ki, vaxtında qızlara ərə vermək lazımdır. Duldusa və yaxud da boşanıbsa tez biri ilə evləndirmək lazımdır ki, boş şey qalmasın, yəni o bekar qalmasın ki, nə zinaya getməsin, günaha yüklənməsin, nə də gələcəkdə elə xəstəliklər yaranmasın. Bu transferlərdən atıb cəmaata təhlükə yaratmasın. İndi uşaqların, bu saatların çox valideynlər uşağını məktəbə göndərməyə qorxurlar. Çünki mən bir psixoloq kimi bilirəm ki, məktəbdə ki, uşaqlar ki var, yarısı, demək olar ki, yarısı şeytanın balasıdır, yəni. Mən bunu yarısını deyirəm, bəlkə də çoxdur. Çünki mən bunu bilici kimi deyirəm, həm psixoloq kimi deyirəm, həm də bilici kimi deyirəm ki, yəni o qədər günah, valideynlər o qədər günah eləyiblər ki, o günahlardan doğulan uşaqlar da hamısı. Yəni həmin o 114-cü suranın 6-cı ayəsində deyilən uşaqlar da olar. Ona görə o təhlükədir, məktəblər başdan əvvəl ki, uşaqlar üçün təhlükədir. Bu günlərində bax, bu 286 nömrəli məktəbdə də bir uşaq o bir uşağın üstünə spirt döküb yandırıbdır. Gör nə qədər qəddar adam uşaqdır ki, balaca uşaq 8-ci sinif uşaqdır. Öz sinif yoldaşını elə yandırır, spirtlə yandırır. Bütün reanimasiyada yatırındı həmin uşaq. Artıq valideynlər qorxurlar məktəbə uşaqları məktəbə göndərmə. Belə problemlər var. Doktor, çox maraqlıdır. Qəbulunuza gələn bir pasiyentin həyatına bir psixoloq kimi baxış bucağınız necə təsir edə bilər ki, onun gələcəkdə sağlamlığına çox güclü təsir etmiş olsun? Mən həm psixoloq kimi onlara əsəblərini sakitləşdirirəm, söhbət edirəm, həm də bir bilici kimi onda olan bütün mənfilikləri aradan qaldırıram, yox edirəm ki, gələcəkdə o sağlam uşaqlar doğulsun. Mən seans elədiyim qızlar olub, cavan qadınlar olubdur, sonradan uşaqları doğulub. Həmən uşaqlar elə olur ki, mən hamiləlik dövründə də seans vermişim onlara. O uşaqlar indi məktəbə gedirlər. Məktəbin ən savadlı uşaqları da olar.
zəki olurlar. Beyin uşağın da ana bətnində beyni yaxşı inkişaf eləyir. Özündən böyük uşaqlara, mənim seansımdan sonra doğulanlar ailədə də, özündən böyük uşaqlara, valisinə, qardaşına ağıl verilir, tərbiyəçilik edilir ki, valideyn kimi onlarla rəftar edir də, yəni. Elə bir şeylər olur. Bizim seanslarımız elə bir ki, ilahi nurdur. Yəni efirlə mən müalicə edirəm insanları da. Buna dində kəramət deyirlər. Bu ilahi nurdur. Hintlilərdə buna prana deyirlər, Yunanlar ayzer deyirlər, efir deyirlər. Amma Azərbaycan dilində, bu İslam dinində bunun adı ilahi nurdur. Nurla yəni müalicə edirəm, o təmizlik, bədəni təmizləyirəm. Ondan sonra nə o insan bədəndə göyləkə qalmır. Seans eləyəndən sonra artıq ona heç bir şeytan yaxın durmur o qadına və o qadınlarda sonra təmiz uşaq dünyaya gətirirlər, sağlam uşaq dünyaya gətirirlər, zəki uşaq dünyaya gətirirlər ki, onlarda həyat eşqi olur, insanlara qarşı sevgi olur, məhəbbət olur. İndi bu, bəxt dedim ki, mən Avropada, başqa dövlətlərdə 16 yaşlı ailə qurmaq və qohum evliliyi qadağan olunmur, amma Azərbaycanda qadağan olunmur. Bunun sirri nədir? Bunun sirri Yahudi çətirində olmaz. Azərbaycan dövlətinin Yahudilərin təsiri altında olması ilə əlaqədardır. Onların çətiri altında olması ilə əlaqədardır. Hansı dövlət ki, Yahudilərin çətiri altındadır, o dövlətdə qohum evliliyi də qadağan olunub. 18-dən aşağı heç bir uşağa da, gəncə də imkan vermirlər ki, ailə qursun da. Yəni maneələr yorulur, ailə qurmağa maneələr yorulur ki, bunun da səbəb odur ki, yəni görünməyən tərəfdə insanlar günaha batsınlar. Günaha batsınlar və onları əzmək asan da olsun, istismar eləmək asan da olsun. Günahkar insanı əzmək asan da olur, belə doğru deyilsə minmək asan da olur. İnsan günahsız olanda ona heç nə deyə bilmirlər. Mənim özümün haqqında 2 dəfə ölüm hökmü veriblər. Görsən mən təmtəkcə gəlirəm, mənim günahım olmadığını heç kim mənə yaxın dura bilməz, heç kim də heç bir təhlükədə hiss edəmir. Mənim üçün adi şeydir. Amma mənim günahım olsaydı, balaca bir uşaq da gəlib məni öldürərdi. Elə bir yerlərdən mənə ölüm hökmü verilib ki, onlar istədiyi yerdə istədiyi adamı öldürə bilirlər də, məsələn. Amma mən təmtəkcə gedirəm, gəlir. Günahsız olmalıdır insan. Günahsız olanda heç nədən qorxmur, nə də o elə bir mühafizə olur ki, onun ətrafında da heç kim ona nə öldürə bilmir, nə də şey eləyə bilmir də. Ona görə dedim ki, insanlar tövbə eləsinlər, yəni təmizlənsinlər, bu günahlardan təmizlənsinlər. Birinci şərti budur, sağlamlığın. Sonra, bax o, indi bu videona baxanlardan çoxsu altında şərhlərdə bilirəm də kimlər nə yazacaqdır. Epşteynin Azərbaycanda qrupları var, ateist qrupları var, hansı Epşteynlə maliyyələşirlər onlar. Mən onu bilirəm. Onlar tez-tez mənim videolarıma, mənim yazılarıma həmişə yazırlar da əleyhinə, gözdən salmağa çalışırlar. Onlar deyəcək ki, sən nə qohum evliliyinə selirsən. Bunun sirrini mən açdım ki, Yahudilərin bu proyektidir ki, belə olsun və insanlar günaha batsınlar. Bilin ki, amma günaha batdıqsan sizdən törəyənlər hamısı 114-cü surənin 6-cı ayəsində deyilən uşaqlar olur. Onlar artacaq, sizin halal uşağınızla məktəbə gedə bilməyəcək, qorxunuzdan çölə çıxarda bilməyəcəksiniz uşaqlarınızı. Yəni iki yoldan birini seçməlisiniz. Ya düz yolu seçməlisiniz, hər şey təhlükəsiz yaşamalısınız, düzgün yaşamalısınız. Ya da ki, Yahudilər deyən kimi onların yaşayacaqsınızsa, uşaqlarınızı qorxudan məktəbə aparamır, həmişə təhlükə altında olacaqsınız da, yəni. Budur. Çox təşəkkür edirəm doktor, dəyərli məsləhətlərinizə, fikirlərinizə görə minnətdarıq, müsahibənizə görə. Mən inanıram ki, izləyicilərimiz, buradan bizi izləyən hər kəs, demək olar ki, sözün valideynləridir. Valideynlər və o yaşda olub transa gedər olan övladları olanlar sizin bu çıxışınızdan sonra təbii ki, onlara bir ibrət dərsi olacaq. İnşallah, təşəkkür edirəm. Dinlədiyinizə görə təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun, hörmətli, əziz və dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Bildiyimiz kimi, hər birimizin evində məişət avadanlıqları var ki, onlar yararsız olduğuna görə bəzilərimiz onu tullantıya atırıq, digərlərimiz isə onu məişət avadanlıqları yerindən istifadə edilməsi üçün ustalara həvalə edirik. Bəli, mən özüm də şəxsən Brent markalı məişət avadanlıqlardan istifadə etdiyim üçün onları nə tullantıya
eləmək istəmirəm, nə də ki, adi bir ustaya həvalə eləmək istəmirəm. Bunun üçün mən yalnız peşəkar işini bilən peşəkar ustaya həvalə edirəm. Peşəkar usta deyərkən isə yalnız bir ünvan var ki, o ünvanı bir xidmət əməkdaşı olaraq sizlərə məsləhət görürəm. Siz də cibinizə uyğun, işini məsuliyyətlə 7-24 çalışan, xidmətinizdə daim olan Rəşad ustaya müraciət edə bilərsiniz. Ekranda onun aşağıda gördüyünüz kimi əlaqə nömrəsi var ki, mütləq elə indicə vaxt itirmədən əlaqə saxlaya bilərsiniz. İşinizi peşəkar ustalara həvalə edin, əziz izləyicilərim.